Son 3 ilin statistikasına nəzər salsaq görərik ki, Azərbaycanda hər il baş tutan evliliklərin sayı azalmaqdadır. Bir qədər təhlili yanaşsaq görərik ki, bəylərin və xanımların evlilik yaşı ildən ilə artmaqdadır. Gənclər evliliyə ertəməyə daha çox meyil göstərirlər. Bir çoxları bunu maddi vəziyyətlə əlaqələndirir. Bəli, bəzi hallar iqtisadi çətinliklə əlaqəlidir. Amma məsələ təkcə pulla bağlı deyil. Əsas səbəblərdən biri də mükəmməl həyat yoldaşı axtarışıdır. Son dövrlərin tendensiyası tam uyğun insan tapmaq istəyidir. Bəli, bu bir tələdir. Özünə həzrət xərcə axtaran gənc görəsən özü Həzrət Muhammeddirmi? Qəbul etməliyik ki, mükəmməllik real həyatda mövcud deyil. Həmçinin digər bir səbəb qorxudur. Səhv seçim etmək qorxusu, məsuliyyət götürmək qorxusu, azadlığını itirmək qorxusu. Sanki evlilik köləlikdir, ayağa vurulan qandaldır. Burada sosial medianın təsiri də az deyil. Sosial platformalarda təqdim edilən saxta ideal həyat görüntüləri insanlarda qeyri-real gözləntilər yaradır. Əslində isə həyat acı və şirindən ibarətdir. Hər bir ailədə kiçik və ya böyük, az və ya çox problemlər yaşanır. Evliliyə doğru yanaşsaq görərik ki, evlilik bir layihə deyil, bir prosesdir. Heç də hər şey əvvəlcədən mükəmməl olmayacaq. İnsanlar birlikdə inkişaf edir. Yəni evlilik iki natamam insanın birlikdə kamilləşmə yoludur. Real evlilik həyatını yaşamadan əldə edilən nəzəri biliklər yetərsizdir və kişini yaxşı ata, qadın isə yaxşı ana etmir. Ona görə seçim edərkən əsas meyarlar dəyərlər, xarakterlər və qarşılıqlı hörmət olmalıdır. Peyğəmbərimiz Aleyhissalatu vesselam bu fikri aşılayaraq buyurur: əgər sizə dinindən və əxlaqından razı qaldığınız bir kəs qızınız üçün gələrsə, qızınızı onunla evləndirin. Əgər bunu etməsəniz, yer üzündə fitnə və böyük bir fəsad baş verər. Bir də ki, həyatın hər bir sahəsində olduğu kimi evlilikdə də qorxularla üzləşməyə hazır olmalıyıq. Heç kim gələcəyi tam zəmanətlə görə bilməz. Doğru seçim etdiyimiz şəxs haqqında belə sürprizlərlə qarşılaşa bilərik. Yaxşı maddi vəziyyət, sağlamlıq və digər məziyyətlər bir göz qırpımında yox olub gedə bilər. Ona görə Allah-u Teala Quranda bir çox ayələrdə bizi təvəkküllü olmağa dəvət edir və bu sifəti möminin əsas xüsusiyyətlərindən biri kimi qeyd edir. Evliliyi həddindən artıq gecikdirmək gələcəkdə seçim etməyi də çətinləşdirir. Çünki insanın həyat təcrübəsi artdıqca gözləntiləri də artır. Evlilik üçün ən doğru zaman tam hazır olduğun an deyil, bəlkə də belə bir an heç vaxt gəlməyəcək. Evlilik üçün ən uyğun zaman məsuliyyət götürməyə hazır olduğun zamandır.